Əla. İndi suallara da baxaq. Getdik. Deməli 28-ci sualda desən səhv yazıbsan. Amin. Düzdür. 28-ci suala baxaq. 28-ci sual nədir? Deyir ki, bizdə 2 ardıcıl Yaxşı. 2 ardıcıl cüt natural ədədin cəmi 70-dir. Bu ədədlərin kiçiyini tapın. Yaxşı, bu nətər eləmirsən? Səhv oldu. Sən mənə yolun denə? Yazmamışım. Yaza bilmədi. Yaxşı. Bəli. Baxın, yeni gün sən nətər yazmısan bunu? Mənim cüt natural ədədlər 2-yin, bir də 2-yin plus 2 ilə artdığına görə 2-yin plus 2-yin plus 2 yazdım. Sonra enləri toplayıb 4-in bərabərdir 70-dən 2 çıxdım. 4-in bərabərdir 68. 68-də 4-də bölüb tapdım. Başa düşdüm. Burada bax hələ, düz eləmişsən ha. Sadəcə 2n yazanda biraz yubanırıq da, düzdür. Bir də lazımdır ki, məsəl üçün orada bir də təzədən n-i tapasan, düzdür. Bunun asan qaydası da budur ki, bax məsəl üçün burada 2 dənə ardıcıl cüt natural ədəd demir. 2 ardıcıl cüt natural ədəd. Birincisi mən sadəcə olaraq x deyə bilərəm. Sən elədin də düzdür, demirəm səhvdir. Yəni x burada 2 nə əvəz edir. Sadəcə olaraq x deyə bilərəm buna. Digərinə də bax birincisi məsələn x desəm, bax gəl belə yazaq da. Birincisinə x desəm, ikincisinə də x üstəgəl 2 deməliyəm. Çünki niyə? Amin, niyə deməliyəm bunu? X üstəgəl 2. Çünki bax məsəl üçün 4, 6. Bunlar ardıcıl da, düzdür? Ardıcıl cüt natural ədədlərdir. Birincisi x-dir. Yəni 4-ə x desəm, məcburam ki 6-ya nə deyəm? X üstəgələ 2. Çünki aralarında 2 fərq var. Düzdür? Bura qədər aydındır. Müəllim, neçənci suala baxırıq? 28-ci suala. Aydındır, Amin. Bəli, mən başlamışdım. Yaxşı. Deməli, birincisinə mən x desəm, ikincisinə deməliyim x üstəgəl 2. Və bu ədədlərin, bir dəqiqə. Və bu ədədlərin cəmi də məndə nədir? 70-i verməlidir. Düzdür? 70-i verməlidir. İndi yazıram ki, x birinci ədəd üstəgələ ikinci ədəd x üstəgələ 2 bərabər nəyə? 70-ə. Düzdür? Düzdürmü? Buradan 2x bərabər nəyə? 70-dən 2-sini çıxsam nə qalır? 68, düzdür? X-ə nə deyirəm mən? X birinci ədəd 34. Deməli, birinci ədədim 34-dürsə, ikinci ədədim nə olacaq? 36. Deməli, kiçik ədəd hansıdır? 34. Var variantda? Var. Aydındır, başa düşdün? Bəli, mən sağ olun. Çətin olan heç nə yoxdur ki. Variantları yoxlayıb tapmaq olmaz. Variantları yoxlayıb tapmaq da olar. Bu asan qaydası var da. Bu o qədər çətin misal deyil. Axı sən bu qədər variantlar məsələsini yoxlayıb vaxt itirəsən. Burada ən asan qaydası budur ki, hərəsinə bir dənə dəyişən əlavə elə, tap da. Başa düşdüm. Variant yoxlamaq da bir metoddur, amma o dar momentdir. Yəni bizim heç bir həll yolumuz yoxdursa, məcbur onun verdiyi variantları yoxlamalıyam. Belə. 28 sonra gəlirik 46-cı suala. Yaxşı, 46-cı suala gələk. 46-cı sual. Yaxşı, bizə nə deyir? Deyib 5 rəqəmli ədədi 3A 41B ədədini 18-ə qalıqsız bölünür. 46 gəlməşdən qabaq aslında 43-cü sualımız var. Gəl 43-ə baxaq birinci, sonra 46-ya gələk ki, növbə ilə getsin. 45 var, hələ Yaşarın yazdığı da suallar var. Yaxşı, 43-cü suala baxaq. Yaxşı, 43-cü suala deyir ki, AB ədədinin mərtəbə açılışı AB bərabərdir 3A üstəgələ 4B olarsa, A plus B cəmini tapın. Yaxşı. Deməli... Cavab burada niyə 7 olun? 7 olmur. Bəlkə ola bilər texniki səhv gedir. Bayaqları bunu yeni günlərdə dedim. Ola bilər ki, məsələn, sualları texniki səhv gedir. Ögər aldığın cavabdan əminsənsə,
o sualı şəklini çək at mənə. Ola bilər də texniki səhv gedir, variantlarda səhvlər ola bilər. Amma sualın özündə problem yoxdur. Yaxşı. Nətər edibsən ki, burada məsələn 7 alıbsan? Düzgün edibsənsə cavab düzdür. Yəni variantın heç bir aidiyyəti yoxdur. Nətər edibsən? Orada AB'nin mərtəbəsi ki 3A plus B isə A plus B-nin cəmidir. Deməli A bərabər olmalı 4K-ya, B də bərabərli 3K-ya. 3K-nın hərəsində yerinə 1 qoyanda, K-nın yerinə 1 qoyanda 7. Başa düşdüm. Mən deyirəm ki, gəl sən elədiyin variantı başa düşdüm. Gəlin deyirəm ki, bunu belə eləyək. AB-ni nətər aça bilərəm mən? 10A üstə gələk B kimi aça bilərəm o. Aha. Bərabərdir 3A üstə gələk 4B. Eyni belə deyirsən, nəsən, düzdür? Bəli. Aha. Buradan bərabərdir 7A da keçirəm də, bunu bu yana keçirəm. Bunu da keçirəm bu yana. Düzdürmü? Olur nə? 3B. A-ya mən deyirəm 3K. B-yə deyirəm nə? 7K. Düzdürmü? Bəli. Aha. AB cəmini tapın. İndi burada mən məcburam ki, A maksimum 3 ola bilər də burada. 3-dən o yana keçə bilməz. Çünki mən burada 2 versəm K-ya. K-ya da burada 2 versəm bu olacaq 14. Bu da olmalıdır. Rəqəm olmalıdır, ədəd olmamalıdır. Düzdür, 14 olsa bu ucu ədəddir. Aydındır. Aha. Deməli, məndə nə istəyir? Deyir ki, A plus B cəmini tapın. A-nın yerinə, K-nın yerinə 1 verdim. Düzdürmü? A oldu neçə? 3. B neçə oldu? 7. Bunların cəmi neçə oldu? 7. Hə? A plus B cəmi 10 olmalıdır. Düzdür? Variant yoxdur. Mən başa düşürəm. Variant yoxdur. Sualın cavabı yoxdur variantda. Amma cavab 10 çıxır. Sən deyirsən 7 çıxmalıdır. Düzdür? Mən onu demək istəyirəm ki, yəni 7 cavabı səhvdir. Düz demirəm, bu variantlar düzdür. Variantlar səhvdir. Amma faktiki olaraq cavabı budur da 7 çıxmalı, 10 çıxmalıdır cavab. Düzdür? İndi bunu gələn dəfə PDF-də düzəldəcəm bunları. Başa düşdün? Yəni sual aydındır sizə. Cavab bilmirəm, neçə gəlir? Cavab da hansı? Bəli. Birinci mən də bench yazmışdım, amma axırda gördüm ki, variantlarda 10 yoxdur, ona görə başa düşürəm. Dediyim kimi, bunlar olur ki, məsələn, variantlarda texniki səhv gedir. Sadəcə olaraq variant səhvdədir, amma sualda problem yoxdur. Yəni sualı açıq sual kimi yazırsan, atırsan mənə. Variantlarda əgər problem yaşadınsa, sualı açıq sual kimi yazırsan, atırsan mənə. Mən də deyirəm, hə ya yox. Ya da atırsan qrupa müzakirə edirsən və səlam. Yəni variant o qədər də vacib deyil. Başa düşdün? Əgər cavabı düzgün almısansa, variant o qədər vacib deyil. İndi imtahanda belə şeylə sən rastlaşmazsan. Dediyim kimi, bu texniki səhvliklər ola bilər. İndi PDF-də təzədən düzəliş edib təzədən atacağam. Başa düşdün? Bu belə. Yaxşı. Sonra 43-cü sual verəcəkdir. 43-cü sual. Yəni sırf texniki cəhətdən səhv eləmişdin də. Yəni sualın səhv cavabı olduğuna görə cavab səhv alınmışdı. Düzdür sən də? Yoxsa sualı başa düşmüşdün? Bəli, bəli. Aha. Yaxşı. Başa düşülməyən var bu sualı. Xeyr. Yaxşı, bu belə. Sonra baxaq neçənci suala. 43-cü suala, 43-ə baxdıq, 45-ə baxaq. 45-ci sual. Nə deyir mənə? 3 0 5 8. Bunu da Yaşar yazıbdı. 3 0 5 8 rəqəmlərindən istifadə etməklə yazılan rəqəmləri müxtəlif olan ən böyük cüt ədədlə ən kiçik tək ədədin cəmini tapın. Ən böyük cüt ədəd nə götürmüsən burada Yaşar? Hə? Bax bu rəqəmlərdən istifadə edib ən böyük cüt ədəd nə götürübsən? Mən burada şey oldu. Mən səhv edib. Sən səhv eləmişsən. Doğru almışam. Doğru cavab almışam, amma ki variant səhv edib. Mən buna görə səhv. Başa düşdüm. Yaxşı. Yəni normal olaraq 8530 da bu ən böyük cüt ədəd. Düzdür? Bu rəqəmlərdən istifadə etsəm ən böyük cüt ədəd 8530-dur. Ən kiçik tək ədəd hansıdır?
Ən kiçik çək ədəd hansıdır? Ən kiçik ədəd 3. Hə? 3085. Ay sağ ol. 3085. Vəssalam. 3000 3000 belə deyək də. Bir dəqiqə. 3085. Düzdür? Aha, bu belə. Ən kiçik tək ədəd də budur. Daha ki, bunların cəmini toplayasan da sən. 8530 üstəlik bu ədəd. Aydındır. Başa düşdünüz? Variantlarda səhv var. Bəli, bəli. Variantlarda səhv var. Bilməm. Amma sualların hər biri uşaqlar, yəni topluda olmayan suallar. Burada çətin suallar var. Həqiqətən bunlar topluda olmayan suallardır. Dediyim kimi, variantlarda ola bilər, səhv olsun. Amma suallar heç yerdə görməyəcəyiniz dərəcədəki suallardır. Hamısı qəbulda inşallah ki, qarşıda çıxacaq. Bu belə. Sonra 46-cı suala baxaq. 5 rəqəmli deyir 3A 41B ədədinin 18-ə qalıqsız bölünür. A-nın ala biləcəyi qiymətlərincə. Biz dedik ki, 18-ə bölünmə qaydası nədir? Şərt belə bir qayda yazmamışdıq da. Amma mən sizə keçən dəfə 36-nın və yaxud neçəni izah elədim mən sizə? 6-nın olsun, məsələn 36-nın olsun. Qaydalarını izah elədim ki, bunları necə eləsəm, mən 36-ya bölünmə qaydası əldə edərəm. Amma məsələn 18-ə bölünmə qaydası nətər əldə edərəm? Mənim bölənlərinin qarşılıqlı sadə olanlardan tapmaq lazımdır. Aha, 2 ilə 9. Deməli, ədədin, 5 rəqəmli ədədin 18-ə qalıqsız bölünməyi üçün sonunda nə olmalıdır? 0 olmalıdır, düzdür? 2 olmalıdır, 4 olmalıdır, 6 olmalıdır, 8 olmalıdır. Yəni, bu sadəcə oturub hesablama məsələsidir. 2-yə görə rəqəmləri hesablayasan, 4-ə görə, daha doğrusu 0-a görə rəqəmləri hesablayasan, 2-yə görə rəqəmləri hesablayasan, yəni bunun qaydasını keçən dəfə dedim. Gəl bir dənə 0-a görə hesablayım, qalanlarını başa düşəsiniz. Gəl bir dənə 0-a görə hesablayım, qalanlarını başa düşəsiniz. Bax elə. Bax belə. Deməli, bax 0-a görə hesablasam. Deməli, sonuncu rəqəm deyil 0 olsun. Rəqəmimiz nə idi? Bir dəqiqə baxım. 3A 41B düzdür. 3A 4-1B. Sonuncu rəqəmi 0 qoysam, belə bir ədəd alınacaq. Düzdür? 3A 4-1-0. Düzdür? İndi bu ədədin rəqəmləri cəmi nəyə bərabərdir? 7-8. Düzdür? 8 üstə gələk A. Bu ədədin 9-a tam bölünməyi üçün A minimum neçə almalıdır? 1. Ay sağ. 1. Başqa ədəd ala bilər burada? Rəqəm cəhətdən deyirəm də, rəqəm cəhətdən. Başqasını ala bilər? Yəni maksimum 9 ala bilər. 9-dakı bizim ödəmir də 17 eləyəcək, yenə də ödəməyəcək. Deməli, A-ya alınacaq 1. Deməli, B 0 olanda A olacaq 1. Bax, eyni bu qayda ilə, bax bu qayda ilə, bax belə. Yazıb 1-1 yazarsan, A-nın da B-nin də qiymətlərini yazarsan, uyğunlaşdırarsan, sonra da A-nın qiymətləri bizə nə istəyirdi? Ala biləcəyi qiymətlərin cəmi və sağ. Qiymətlərin cəmini hesablayarsan. Belə. Aydındır. Bəli. Yəni, çətin deyil. Sadəcə bir balaca səndən işləmək tələb edir də bu sual. Bir balaca işləmək tələb edir ki, nə edəsən, bir-bir yazıb işləyəsən. Bu belə. Sonra deməli 28 46 49-cu sual. 49-cu sual. 6 rəqəmli ədədin 12-yə tam bölünür. Eyni qayda ilə budur bax. Yaxşı. 12-yə tam bölünürsə, şərt nədir? Deməli hansı ədədlərə tam bölünməlidir? Hə? 3-də. 3-ə 6 ilə neçəyə?
12 4-dən 3-ə. Ay sağ ol. 4-dən Evet, 3-ə. qırxdı. Ha, yox. 12 4-dən 3-ə. Məcbur da bu 4-dən 3-dən başqa heç bir ola bilməz. Çünki 6 ilə 2 desəm, burada artıq qeyri-müəyyənlik orada, düzdür? Həm 6-ya, həm 2-yə, onsuz 6-ya bölünən 2-yə bölünür də. Mən 2-yə axtarmağın heç bir mənası olmur. Amma 4-ə 3-ə desəm, mən məcburam ki, 4-ə bölünənin həm də 3-ə bölündüyünü tapam ki, onda bu 12-yə bölünür. Aydındır? Başa düşdük bunu? Aha. Deməli, mən nə edəcəm? Ədədin həm 4-ə bölünməyini, həm də 3-ə bölünmə şərtlərini yazmalıyam. 3-ə bölünmə şərti nədir? Rəqəmlərin cəmi üçün. Aysa, rəqəmlərin cəmi 3-ə bərabər olmalıdır. 4-ə bölünmə şərti nədir? 4-ə bölünmə şərti odur ki, son 2 rəqəmi ya 0 olsun, ya 0 0-la bitsin. Ya da ki, sonuncu alınan rəqəm, məsəl üçün 2524. Aha, bu sonuncu rəqəmlərin əmələ gətirdiyi ədəd 4-ə tam bölünsün. Bunda biz konkret deyirik ki, bu ədəd 4-ə tam bölünür. Aydındır? Başa düşürük bunu? Bəli. Bura qədər hər şey yadında. Aha. İndi bax eyni necə bayaqki sualı yazdım. Bax eyni şərtdə burada yazmalıyam. Deməli nədir sualımız? Bax. 2A 53 B4. Bax. Aha. 2A 3 B4. Deməli, mənə birinci lazımdır. 4-ə bölünmə qaydası daha asandır. Bu rəqəmlərin cəmindən əvvəl bir 4-ə bölünmə qaydasına baxım ki, sonra A-nı uyğunlaşdıra bilim. Yaxşı. Deməli, burada rəqəmlərin sonuncu rəqəmlərin əmələ gətirdiyi ədəd ya buradakı ədəd 0 4 olmalıdır. Ya olmalıdır neçə? 24 olmalıdır. Ya da olmalıdır 44 84. Yəni bundan başqası ola bilər? Xeyr. Aha. Deməli, ədədlərin maksimum B-nin ala biləcəyi qiymətlər nədir? İndi B-nin ala biləcəyi qiymətləri yazıram. B-nin ala biləcəyi qiymətlər 0-dır, 2-dir, 4-dür, 6-dır. 0-a görə rəqəmlərin cəmi 3-ə tam bölünməlidir, düzdür? 6 yox, müəllim, 8. 8, hə, 8. Düzdür. Aha. 2, 4, 8. 0-a görə rəqəmlərin cəmi 0 olsa, deməli 9, 12, 14, düzdürmü? Rəqəmlərin cəmini hesablayıram da. Düzdürmü? 12, 14, 14. 14 A neçə olsa, bu ədəd tam bölünəcək 3-ə. A-nın ala biləcəyi qiymətlər. 0-a görə qiyməti nə olmalıdır A-nın? 1 olsa bölünür da, düzdür? Yəni 2, 1. Bu ədəd tam bölünəcək. Düzdür? Aha. Deməli, 0-a görə ədədimi budur. Bax, ən gözəl yazma qaydası budur. Bax, sən bu sualı bəlkə ən çətin sual hesab eləyərsən imtahanda. Çətin sualdır da bu. Amma ki, 30-40 saniyə vaxtın lazım ki, bir dənə 4-ə uyğunlaşdırıb qiymətləri yazandan sonra artıq sənin cavabın çıxır. 2-yə uyğun. 2 qoysam yerinə, əvvəl 0 qoymuşdum da, düzdür? Olmuş neçə? 14 olmuşdu, düzdür? 2 qoysam nə edəcək? 16 olacaq. Düzdürmü? Aha, 16 olsa nə çatmır məndə? 2 çatmır da. 2 də olsa olacaq 18. 3-ə tam bölünəcək. Düzdür? Sonra 4 qoysam nə olacaq? 16 idi, indi olacaq 18. Tam bölünür də. Deməli, aya olmalıyam 0. 0 qoysam tam bölünür. Düzdür? Rəqəmlənəcəm. 8 qoysam nə olacaq? Olacaq neçə? 18 idi, olacaq 20. 1 qoysam 21 eləyəcək. Deməli, A-nın da ala biləcəyi qiymətlər bunlardır. İndi məndən nə istəyir? Deyək, A ilə B-nin cəminin ən böyük qiyməti. Cəmi eləyir 9, cəmi eləyir 4, cəmi eləyir 4, cəmi eləyir 1. Ən böyük qiyməti A-nın B-nin ən böyük qiyməti nə olacaq? 9. A plus B-nin ən böyük qiyməti. Aydındır, başa düşdük. Bəli. Bu belə. Yaxşı, sonra keçək növbəti 50-ci suala. AB 2 rəqəmli ədədini rəqəmlərin cəmindən 7 dəfə böyükdür. Yaxşı. Bunu kim səhv eləyib? Baxım hələ. Yaşar səhv eləyib də bu. Yaşar səhv, yox, Amin. Bəli. Necə? Onu da izah eləmişdik. İzah eləmişdim.
İzah eləmişdim, sonra sən təzədən izah elə görüm. Mən izah eləmişdim, yadından çıxmış, sən izah elə. Mənim 10A plus B olduğuna görə 7 dəfə böyük olduğuna görə 7A plus 7B olur. Sonra 7 mötərizə xaricinə çıxarılır. Sonra 3A bərabərdir B olur. A isə 2B olduğuna görə B-yə rəqəmlər qoyaraq A-nı tapırıq. B1 olanda A2, B2 olanda A4, B3 olanda A6, B4 olanda isə A8 olur. Ən böyük qiymət 4 və 8-dir. Burada isə rəqəmlər, daha doğrusu variantlarda ödənmədiyinə görə 3-dən 6 olur. Başa düşün. 18. İndi burada amma normal 32 olmalıdır. Burada variantlarda səhv gəlib, düz deyirsən. Variantlarda bu çox səhvlər var. Çətin sualların hamısında səhvlər var. Bunları təzədən baxıb yazmalıyam. Amma normal olaraq sualı başa düşdük. Kim başa düşməli sualı? Bir təzədən izah edeyim. Mən başa düşdüm. Başa düşməyən varsa izah edeyim, problem deyil. Yaxşı. Demək olar ki, 50 dənə sual eləmişsiniz uşaqlar, düzdür? Suallar nətər xoşunuza gəlir? Edə bilirsiniz? Mənim yaxşıdır. Bəli. Yaxşı. Əsas məsələ odur ki, eləyə bilin. Variantlar boş şeydir, variantlar düzəldər. Bəli. Yəni, variantları gələn dəfədən inşallah daha yaxşı yazacaq. Bu dəfə mən fikir verməmişdim onlara. Gələn dəfədən konkret fikir verək. Çünki təzə yazmışam bu PDF-i. Bu belə. Yaxşı. İndi görünür indi. Bəli, görünür. Aha, yaxşı. Bəli, görünür. Birinci dərsi keçdik. Birinci dərsdə məncə sualı olan, problemi olan olmadı. Tək cüt nədir? Bölünmə əlaməti nədir? Qalıqlı bölünmə nədir? Bunların hamısını dedik, düzdür? İndi gəldik bizim bu sadə mürəkkəb ədəd nədir? Ona keçək. Onu da başa düşəndən sonra da natural ədədlər söhbətini qutaraq. Görürsünüz, burada da eyni texniki səhvlər məsələn burada əkəb olmalıdır. Bu beləncə oldu. Nəysə. Deyir ki, sadə və mürəkkəb ədədlər. Sadə ədədlər yalnız birə və özünə bölünən birdən böyük natural ədədlərə sadə ədədlər deyilir. Yəni, birə və özünə bölünür da. Məsəl üçün deyək ki, burada məsələn yazıb, burada görsə 13 yazıb. 13. 13-ü məsəl üçün mən burada 4-ə bölə bilmərəm, 5-ə bölənmərəm, 7-yə bölənmərəm, 9-a, 11-ə, heç 2-yə, 3-ə, heç birinə bölənmərəm da, düzdür? Bölə bilərəm, cavabım natural alınmaz. Deməli, cavab natural alınmırsa, bax, belə deyək də, bölünmür deməyək də, deyirik ki, böləndə əgər cavab natural alınmırsa, yəni alınan qismət natural deyilsə, onda biz deyirik ki, bu ədəd həmin natural böləni deyil. Aydındır, sadə ədəddir. Yəni, 13 ədədi həm 1-ə və 13-ə başqa böləni də yoxdursa, 1-dən 13-dən başqa böləni yoxdursa, deyirik ki, bu nədir? Sadə ədəddir. Bu belə. İndi, bax, burada yazmışam. Deyir ki, ən kiçik və yeganə cüt sadə ədəd 2-dir. Bax, bunu mütləq yazıda saxlayın uşaqlar. Bunu mütləq yazıda saxlayın. Yəni, məntiq olaraq da yadda qalmalıdır bu əslində. Ki, məsəl üçün, ən kiçik cüt sadə ədəd hansıdır? 2-dir. Çünki niyə? 2-dən qalanı, məsəl üçün, 4-ün özü nədir? Həm 2-yə bölünür, 4-ə bölünür, 1-ə bölünür. Da bu sadə ədəd olmalı. Düzdür? Bir dənə yeganə cüt sadə ədəd var ki, o da 2-dir. 2-dən çox bölənən olan ədədlərə də, məsəl üçün, nə deyirik? Mürəkkəb ədədlər deyirik. Bunları da göstərdik. Məsələn, 4-ün özüdür. 4-ün 2-dən çox böləni var. Yəni, 2-yə də bölünür, 4-ə də bölünür, 6-ya da bölünür. Daha doğrusu, 1-ə də bölünür. 6-ın da özü. Eyni qayda 2-yə, 3-ə, 6-ya, 1-ə bölünür. Bax, bir də bunu da yazdı saxlayın. Məsəl üçün, belə bir sual düşəcək ki, məsəl üçün, sadə bölənlərin sayı, mürəkkəb bölən sayı və yaxud deyəcək, sadə olmayan natural bölənlərin sayı, mürəkkəb olmayan natural bölənlərin sayı. Bax, bu bir məsələsi xüsusi rol oynayacaq. Xüsusi bu bir məsələsi orada rol oynayacaq ki, sən məsələn mürəkkəb natural bölən deyəndə birinin özü nə mürəkkəbdir, nə də sadədir. Mürəkkəb olmayan deyəndə biri götürəsən. Amma mürəkkəb natural bölən deyəndə artıq biri götürməyəsən, heç sadələri də götürməyəsən. İndi onlara da gələcəyik. Yaxşı. Bax, sual qoydu da burada. Bax, görsən, A və B deyil sadə ədədlərdir. A kvadratı minus B kvadratı bərabərdir 19 olarsa AB hasilini tapın. Bu sual qəbul sualıdır. Yəni, deyim də, hansı ilin qəbul sualıdır.
səhv eləmirəmsə bu 2020-ci ildə ya 1-ci qrupdadır, ya da 2-ci qrupda olan qəbul sualıdır. Yəni bu sual tək universitet qəbuluna yox, hətta müəllimlərin işə qəbulu olsun, sertifikasiya olsun, bax bu tipdən suallar düşür, həm də çaşdırıcı sualdır. Bax bu sualı məsələn topluda məsələn az görərsən bu sualları. Deyir A və B sadə ədədlərdir, düzdür? Müxtəsər vurma düsturlarını az çox bilirik də, düzdür? Müxtəsər vurma düsturlarını bilirik ümumiyyətcə. Bəli. Aha, burada məsələn müxtəsər vurma düsturu kimi açsam bunu. Yəni A minus B, A plus B kimi açsam. Burada 19 sadədir. Onsuz 19-un vuruqları necə olmalıdır? Ya 1 ilə 19-dur, ya da 19 ilə 1-dir. Yəni bundan başqa ola bilməz ki, düzdür? Ya 1 ilə 19, ya da 19 ilə 1-dir. Yəni bunun başqa bir yolu yoxdur. Düzdürmü? Deyir ki, müxtəsər vurma düsturları ilə yazsaq, deyir A minus B bərabərdir 1. A plus B. Deməli, 19 sadə ədəd olduğu üçün yalnız 1-ə və 19-a bölünür. Bax, sistem tənliyi qururam buradan. 2A, A bərabərdir 10. Düzdürmü? Bəli. Aha. Deməli, burada nədir problemimiz? Deməli, A 10 alınır, B bir dəqiqə. Bu sualda səhvlik var. Bir dəqiqə. Gəl bunu özümüz eləyək. Bu sualda səhvlik var. Yəni izahında səhvlik yazmışam. Proqramda yazırıq. O istər-istəməz səhv gedir. Bax. A minus B, A plus B kimi yazsam buna. Bərabər olacaq 19-a, düzdür? Ya 1 19 olmalıdır, ya da 19 1 olmalıdır, düzdür? Yəni bunun başqa yolu yoxdur da. Düzdürmü? Bura qədər aydındır. Bəli. Aha. Deməli, A minus B 19 olsa A plus B artıq necə deyim? 1 ola bilməz də. Çünki A da B də natural ədədlərdir, düzdürmü? Məcburam ki, A minus B-yə bir dənə 1 deyəm. A plus B-yə də deyəm 19, düzdürmü? Gəl bunu sistem tənliyi alsaq. 2A bərabərdir 20-yə, A bərabərdir buradan 10-a, düzdürmü? A bərabərdir 10. A 10-a bərabərdirsə, B nəyə bərabər olur? B də bərabər olur 9-a. Düzdür? Hər şey aydındır. Aha. Dedim ki, o sualda izahında da səhv gedibdir. Amma həll yolu budur. Çox sadə həll yolu var bunun. Çox sadə həll yolu var. Hər şey aydınsa buna uyğun bir dənə sual yazacaq. Aydındır bu. Yaxşı. Gəl buna uyğun bir dənə də həll yolu yazaq. PDF-lərin hamısına diqqət etmək lazımdır. Təzədən yazılmalıdır. Yaxşı, onlar düzəliş edib atarım qrupa. Deyirik ki, A kvadratı minus B kvadratı bərabərdir 17 olarsa, AB hasilini tapın. AB hasili nəyə bərabərdir? Elən görün bunu uşaqlar. AB-nin hasilini soruşursunuz. Bəli. AB hasili nəyə bərabərdir? İzah edeyim. Qoy bir dənə hamı yazsın. Hamı yazıb hazır edəndən sonra izah edin. Şifahi sualdır. Şifahi sualdır. Çox asan sualdır. Yəni qaydanı bildinsə asan sualdır. Qaydanı bildinsə heç nədir bu sual. Bax, buna uyğun bir dənə də sual yazacağım. Düzdür, bu mövzuya aid deyil, amma görürəm ki, başa düşürsünüz də. Bir dənə də qəşəng çətin sual var. Bu tipdəndir. Məsələn, çox adamı çaşdırır o. İndi yazacağım onda. Hamı aldı cavabları. Hamı aldı. Hamı aldısa, kimi dedi izah edeyim? Mən, Yaşar. Yaşar. İzah edəcəm Yaşar. Burada A-nın kvartı çıxılsın, B-nin kvartı bərabərdir 17 yazılıb. A-nın kvartı minus B-nin kvartı minus vurmasıdır. Əsasən A plus B vurulsun, A minus B deməkdir. 17 sadə ədəd olduğuna görə elə ədədlər hasilləri A minus B
1-ə bərabər olmalıdır. A plus B isə 17-yə bərabər olmalıdır. Aha. Bu ələdlərlə ki 9-18-in də hasili 72 edir. Ay sağ ol. Aydın olmayan kimsə eləyə bilmədi. Elə bir adam var kimsə eləyə bilmir. Hə. De görüm. Bir dəqiqə bunu yendirim. Hamını görüm burada. Mən də belə tapmışdım. Necə? Mən də belə tapmışdım. Aha, lap yaxşı. Baxın uşaqlar, buna uyğun, bax belə bir sualda düşür. Həmişə də populyar suallardan biridir. Düşənlər məsələn çətin kimi görsənir, amma asandır. Məsələn, a kvadratı minus b kvadratını 65 kimi yazsam. Deyirəm ki, AB hasilinin A və B natural ədədlər olarsa, A da, B də daxildir natural ədədlərə. AB hasilinin ən böyük qiymətini tapın. Ya bunu tapın gör mənə. 33. Yaxşı. Hamı tapsın. Hamı tapsın bunu. AB hasilinin ən böyük qiyməti. Hə, uşaqlar. Tapın bunu. Qəşəng sualdır. Və bu MHM-in test opusunda da var. Sadəcə MHM biraz 9-cu siniflər üçün çox çətindir də. Onu işlətmək biraz çətindir. Amma var. Belə suallar var. Yaxşı. Yaşar. Yaşar, sən 10-cu sinifsən, hə? Bəli. Yaxşı. 4-cü qrupa hazırlaşsan. Bəli, bəli. Səndən inşallah bu il 10-cu sinifdən də. Düzcə 10-cu sinifə keçsin də hələ. Xeyr, bu il 11-ə keçirəm. Hə, 11-ə keçsin. İnşallah səndə bir yaxşı geçsə 28-29-dan yaza bilərsən. Ya daha doğrusu sən buraxılış verəsən də 24-25-dən yazarsan. 90-95 100% nəticə yazarsan inşallah. Belə geçsək. Hə uşaqlar. Kim neynədi? İzah müəllim. Yox, bir dəqiqə gör kim eləyə bildi, kim eləyə bilmədi. Onsuz səndən növbət dərsində davam edəcək. Görüm. Aha. Hə, yeni göl. Sonra başqa. Başqa 9-cu siniflərdən. Amma sənin səsin çıxmır. Nə məsələdir? Bəli, mən deyər. Yazdın. İzah elə görmə elədi. Birinci müəllim kvadratları, deməli A kvadrat çıxıb B kvadratını müxtəsər əsasını açırıq. Aha. Açıq B vuraq, mərkəzə üstü gələk B. Sonra kvadrat tənliyi aldım. Açıq B, də A üstü gələk B. Kvadrat tənlik yox, sistem tənlik. Sistem tənlik. Aha. 65-ə bərabərlərim. B'lər getdi, 2A bərabərdir. 65-ə yapım. Oradan yazdım. Nətər oldu? Cavab neçə oldu? Hələ oraya qədər yazdım. Oradan yazdım. Neçənci sinifsən sən? 9. Başa düşdüm. Düzgün eləməmsən. Müəllim mənə Hə. De görüm sən. sadələ Cavab bilmiyorum. Neçə? 1056. Bilmirəm ki, hesablayıb baxacaq. Hə, mən yeni. sadə rəsmi götürdüm əvvəldə, amma sonra gördüm ki, sadə deyil. Yəni açıq B-ni sistem tənliyində 1 kimi yazdım, sonra gördüm ki, sadə deyil. Yox da, burada mənə şərt verməyib ki, bu sadə ədəd, mütləq sadə ədəd olmalıdır. Mənə deyir ki, A, B-nin hasilinin ən böyük qiymətini tapın. Yox, mənim 65 sadə deyil axı. 65 sadə deyil, bilirəm. Sadəcə Ən böyük hasil tapmaq istəyirsə, fərqi 1 götürməliyik. Cəmidəki 65 götürməliyik. Rəqəmlər də 33-32, onların hasili 2056. Ay sağ ol. Yəni mən necə götürməliyəm? A minus B-ni 1 götürsəm, A plus B-ni 65 götürsəm, mənim işimi görür da, düzdür, yeni gül.
Mən əslində bunu məsələn 5 ilə 13 də götürə bilərəm ha. Sadəcə mənə lazım ki, hasilin ən böyük qiyməti. Yəni AB-nin ən böyük qiyməti olsun. 5 eləmək üçün, bir də 13 eləmək üçün. Gəl 5 ilə 13 hesablayaq da birinci. Bax 5 ilə 13-ü deyək ki, hesablayırıq da, düzdür? Gəl bunları da sileyim bir dəqiqə. Deyirəm ki, A minus B, A plus B. Düzdür? Bərabər deyək ki, buna 5, buna da 13 desəm. 2A bərabər neçəyə 18-ə, düzdür? A nəyə bərabər olur? 9-a. Düzdürmü? A 9-dursa, avtomatik B-yə mən deyə bilərəm də 4-dür. Düzdür? Sistem tənlikdə sadəcə olaraq qoyub yerini tapıram. Aydındır bura qədər. Bəli. Aha. Birinci mülahizəyə görə deyək ki, məsələn qiymətlərə görə 5 ilə 13 qiymətinə görə 4 ilə 9 aldı. 4 ilə 9-un hasili 736. Gəl bunu yazaq. Yazaq ki, məsələn 36 alındı. Birinciyə görə. İkinci bir tərəfdən bu nələrin hasili ola bilərdi? Bir 13 ilə 5-in hasili ola bilər. Bir də nələrin ola bilər? 65 ilə 1-in hasili ola bilər. Başqa heç bir natural ədəd ola bilməz, düzdür? Heç biri natural ədəd ola bilməz. Aydındır? Aha. Dedik ki, 65-dirsə əgər, dedik, bax buradan, bunu sileyim bir dəqiqə. Aha. A minus B bərabərdir 1. A plus B bərabərdir 65. 2 cəmlərini topladım, elədi. 66. A nəyə bərabər oldu? 33-ə. B nəyə bərabər olacaq? 33 isə minus B-ni keçirəm bir anda. Minus 1 bərabərdir 32. Düzdür? B də bərabərdir 32. Həqiqətən də cəmi nəyi verir? 65-i verir də. Düzdür? Bunların da hasili ən böyük qiyməti olacaq bunların hasili. Ki onda Yaşar tapıbdır. Aydındır? Mən sadəcə bilmirdim ki, yəni o var ya 65, yəni o cavablar sadəcə mürəkkəb ədədlər olmaqdan asılı olmayaraq A-1 B olur. Elə bil sadəcə yəni sadə ədədlər olanda 1 olur. Yo. Həmişə ola bilər də. Yəni bax 65-in yerinə, bax bu sualı məsələn tam dərk eləmək istəyirsənsə əgər 65-in yerinə özündən bir neçə dənə ədəd yaza bilərsən. Məsələn yazarsan 78. 78-i məsəl üçün vuruqlar kimi yaza bilərsən. Məsəl üçün yazarsan 2 neçə 39 kimi məsəl üçün də. Belə yaza bilərsən. Məsələn 1 78 kimi məsəl üçün. Belə yaza bilərsən. Düzdür? 2 dənə vuruq kimi yaza bilərsən. Sonra da cavabları bir-bir bərabər edib hansının hasilinin böyük olduğunu görsən, deməli cavabın odur. Və yaxud hasilin ən kiçik qiymətini, və yaxud belə verə bilər ki, məsələn, A bölək B-nin ən böyük qiyməti, ən kiçik qiyməti. Yəni belə suallar düşür. Və yaxud A plus B-nin ən böyük qiyməti, A minus B-nin ən kiçik qiyməti, və yaxud ən böyük qiyməti. Bu da ola bilər. Yəni baxır sualın şərtinə. Amma sualın eləmək qaydasını başa düşdük də. Necə eləmək lazımdır? Bu suallarda düşür. Yəni gələcək mövzularda inşallah görəsiniz bu suallar düşür. Bu belə. Qarşılıqlı sadə ədədlər. Qarşılıqlı sadə ədədlər nə? Hansı ədədlər? Biz deyirik ki, qarşılıqlı sadə ədəd olmağı üçün birdən başqa heç bir ortaq böləni olmasın. Olmayan natural ədədlərə qarşılıqlı sadə ədədlər deyirik. Məsəl üçün də olsun 2 dənə mürəkkəb ədəd olsun. Sadə ədədlərdən getməyək. Məsələn 2 dənə mürəkkəb ədəd olsun. Biri olsun 10, 9. İkisi də mürəkkəb də bunlar, düzdür? Hər ikisində 2-dən çox böləni var. Düzdürmü? 10 da 9 da deyirəm ki, nədir? Qarşılıqlı sadədir. Və yaxud da sən 10-dan 9 götürmə, məsəl üçün götür 10-dan 39. Bunlar da qarşılıqlı sadədir. Çünki bunların birdən başqa qeyri bir böləni yoxdur. İnanmırsan, gəl hesablayaq. Normal orta məktəblər qayda belə idi ki, biz nə edirdik? Vuruqlara ayırırdıq. Məsələn 10, vuruqlara ayırırıq. 2, 5, 5, 1, 39, nə deyirəm? 3, 13, 13, bir dəfə. Oxşar olan nəsə var burada? Yoxdur ki. Bir dənə birdən başqa heç biri oxşar deyil. Deməli, bunlar nədir? Qarşılıqlı sadədir. Bax, burada da yazmışam. Burada da yazmışam. Bax. Deyir ki,
həmişə qarşılıqlı sadə olan ədədlər. 2 ardıcıl natural ədəd həmişə qarşılıqlı sadədir. 2 ardıcıl tək ədəd həmişə qarşılıqlı sadədir. Bax, məsələn, olsun 15 qarşılıqlı sadədir, 17. Məsələn, bunlar həmişə qarşılıqlı sadədir. Və yaxud buradan nə götürək ki, ikisi mürəkkəb olsun da deyək ki, 33 olsun, məsələn, 33, 35 olsun, düzdür? Bunlar da qarşılıqlı sadədir. Çünki bunların birdən başqa böləni yoxdur. İkisi də mürəkkəb da, belə təkliklər ikisi də mürəkkəbdir. Amma görürəm ki, bunların qarşılıqlı sadədir. Birdən başqa qeyri bir bölən yoxdur ki, bunların hər ikisini də bölsün. Aydındır. Bura qədər kimisə sualı var? O belə. Yaxşı. Qarşılıqlı sadə ədədlərin deyirik ki, əbubu 1-ə bərabərdir, əkobu isə onların hasilinə bərabərdir. Bu da niyə belə olduğunu gəl deyək də. Məsələn, 5 ilə 7 qarşılıqlı sadədir, düzdür? Bunların əbubu 1-ə bərabərdir. Çünki ortaq bir dənə böləni var ki, o da 1-dir. Əkobu, yəni bunların ən kiçik ortaq bölünəni. Əkob nə deməkdir? Ən kiçik ortaq bölünən. Yəni elə bir ədəd tapmalıyam ki, həm 7-yə bölünsün, həm də 5-ə bölünsün, həm də kiçik olsun. Yəni məntiq budur da, sözün mənası budur ki, ən kiçik ortaq bölünən. Hər ikisinə də ortaq olsun, amma ən kiçik olsun. 35. Ki, bunları da məsələn, burada da şərt verir ki, qarşılıqlı sadə olan ədədlərin əkobu 35-ə bərabərdir. Aydındır. Başa düşdük? Bəli. Yaxşı, bu belə. Baxın bu suala, baxın, burada səhv yoxdur. Deyir ki, qarşılıqlı sadə ədədlərdir. Aha. Əkobu, üstəlik əbub bərabər 57. A bərabər 7 olacaq, B-ni tapın. Aha. Əbub bərabərdir 1-ə. Qarşılıqlı sadə ədəd olduğuna görə həqiqətən də əbub 1-ə bərabərdir. Əkobu da bərabərdir onların hasilinə. Deməli, 56 7 ilə 8 olacaq. Hə, bu sual düzdür. Baxın, bu sualı gəl bir dənə təzən özümüzlə izah edək. Deyək ki, niyə belə olur? Məsələn, deyir ki, bizə A bərabərdir 7-dir, düzdür? A ilə B-nin əbubun birini tapacaq. Bax, belə yazaq. A ilə B-nin əbubu. A ilə B-nin əbubu nədir? Əbub A ilə B-yə. Bunlar qarşılıqlı sadə ədəd olduğuna görə onsuz əbubu bərabər olacaq 1-ə. Düzdür? Əkobu nə olacaq? Əkobu da olacaq. A ilə B-yə əkob olacaq. A ilə B-nin hasili. Çünki bunlar qarşılıqlı sadədir. Burada bax qeyd elədik ki, qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə bərabərdir. Həqiqətən də əkobu onların hasilinə bərabərdir. Bizdən də bunların cəmini istəyir. Yəni 1 üstəgələk AB bərabər neçə? 56 verib, düzdür? AB nəyə bərabərdir? Daha doğrusu 57 verib, 57. AB nəyə bərabərdir? 56-ya, düzdür? A-nı da 7 verdiyinə görə B-ni avtomatik tapıram ki, olur 8. Vəssalam. Aydındır. Başa düşülməyən nəsə var? Yoxdur. Yaxşı. Bax, burada yazmışam, məsələn, kanonik ayrılıq yazmışam, ayrılmasını yazmışam. Bunu yazmışam ki, uşaqlar, məsələn, universitetə gedəndə, kanonik ayrılış deyəndə durub belə baxmasın. Kanonik ayrılıq nədir? Mürəkkəb, sadə vuruqlara ayrılış deməkdir. Məsələn, mən də ilk dəfə universitetə gedəndə mənə bunu öyrətməmişlər ki, kanonik ayrılış nə deməkdir? Durub belə baxırdım da. Kanonik ayrılış əslində sadə vuruqlara ayrılmağı deməkdir. Bir ədədin sadə vuruqlara ayrılmanın kanonik ayrılışı deyil. Yəni bu o qədər dediyim kimi vacib deyil, amma bilsən yaxşı olar. Sadəcə sən riyaziyyatı öyrənirsənsə, gəl elmi tərəfdən öyrən də. Bax hələ, mürəkkəb ədədin sadə vuruqlara ayrılışı nə deməkdir? Yəni sadə vuruqlar onların üstündə onların qüvvəti. Gəl indi sadə vuruqların sayı. Bax burada belə göstərib. Bunu özünüz bir dənədən oxuyarsınız. Gəl bir dənə ədədin üstündən misal göstərib keçəcəm bunu. Bir dənə ədədin üstündən misal göstərib keçəcəm. Bax, məsəl üçün deyirəm ki, neçə olsun? Olsun 36 ədədi. Düzdür? 36-nın içində 2 də var, 3 də var. Gəl bu olsun 36. 36 olmasın da. Olsun 180 ədədi. 180 olanda daha demək olar ki, burada 2 də var, 3 də var, 5 də var. Yaxşı. Bunu aldıq, sadə vuruqlara ayırdıq. Sadə vuruqlara ayırmağın uşaqlar,
bir dənə asan yolunu deyim sizə. Məsəl üçün görən kimi, məsəl üçün burada 1800-ü görəndə sən bunu bir-bir təzədən ayırmayasan sadə olaraq. Bax, asan yolu budur ki, görəm ədəd 10-a ayrılır da, düzdür? 10-a bölünür də bu ədəd. 180 özü 10-a tam bölünür. Onun sadə vuruqları nədir? 2 ilə 5-dir, düzdür? Birbaşa yazıram 2, 5. Birbaşa yendirirəm 18-i bura. Düzdür? 2-yə də 5-ə də bölünən kimi 18 olacaq da bunun cavabı. Bunun fərqi yox da, sırası ilə yaz, 2-yə böl, sonra 3-ə böl. Yəni sıra ilə yazmaq heç bir ehtiyac yoxdur. 2-yə 5-ə böldüm 18. 2-yə də böldüm 9, 9 da 3-ün kvadratıdır. Birbaşa belə yaza bilərəm. Yazıram ki, 2-dən 2 dənədir, yazıram. 2 üstü 2, 5-dən 5 satılmış 3 var. 3-dən 2 dənədir, yazmışam üstünə. 5-dən də 1 dənədir, gəl 1 də yazım ki, çaşmayaq. Deməli, bunun sadə vuruqları ayrılışı nə oldu? Belə yazaq da, buradan yazaq. 2 üstü 2, 3 üstü 2, 5 üstü 1. 1 yazıram, amma 1 yazılmır da normalda. Sadəcə yazıram ki, bir də bunu hiç çaşmayasın. Yaxşı. Dedik ki, 2 üstü 2, bu da bərabər neçəyə? Bu da bərabərdir 180 ədədinə. Aha. Sadə vuruqların sayı. Bax, bu ədədin üstündən gedirəm, bir dənə misal verəcəm, siz edəyəsiniz. Sadə vuruqların sayı. Sadə vuruqların sayını tapmaq üçün qüvvətdə gördüklərim var. Bax, bu qüvvətdə gördüklərim. Bir dəqiqə. Bu qüvvətdə gördüklərim var. Qüvvətləri sadəcə olaraq toplayıram. Bu olur mənim sadə vuruqlarımın sayı. Sadə vuruqların sayı sadəcə qüvvətləri toplayıram. 2 üstə gələk, 2 üstə gələk, 1. Bu da olur 5 dənə. Bizim sadə vuruqların sayı. Müxtəlif sadə vuruq sayı deyəndə, müxtəlif sadə vuruq sayı deyəndə. Bax, burada, yəni, müxtəlif sadə vuruq deyəndə, bax, bu vuruqun özü var, ha. Məsələn, 2 olsun, 3, bir də 5. Hərəsinin özünü götürürəm. Müxtəlif sadə vuruqların sayı. 2, bir dənə, 3, bir dənə, 5, bir dənə və salam. Hərəsindən bir dənə götürürəm. Burada məsəl üçün olsaydı 7 ədədi, 7 də bir dənə götürəcəkdim. Sadə vuruqların sayı yəni 3 dənə olacaq. Aydındır. Bunu başa düşdük. Bax, bunu çox qarışdırırlar. Sadə bölənlə sadə vuruq anlayışı eyni şeydir. Bax, bunu yazmışam ki, çaşmayasan. Sadə vuruqla sadə bölən anlayışı eyni şeydir. Aydındır bu. Bu belə. Natural bölən sayı. Natural bölən sayını tapmaq üçün, qüvvətlərin üstünə 1 gəlirəm. Bax, bunun qüvvəti nədir? Bunun qüvvəti nədir? 2. Düzdür? 2 üstə gələk 1. Digərin qüvvət nədir? 2 üstə gələk 1. Vururam bir-birinə. 5-in qüvvəti nədir? 1 üstə gələk 1. Bunların da hasilini tapaq. Yəni 3 vuraq 2. 59, 18. Düzdür? 59, 18. Düzdür? Bu belə. İndi tam bölən sayına baxıram. Tam bölən sayı... Mikrofonu bağla, yaşa. Yaxşı. Tam bölən sayı... Mən bilirəm ki, tam ədədlər nədir? Hansı ədədlər tam ədədlər? Bunu məntiqi olaraq dərk etmək lazım ki, tam ədədlər nədir? 0, sağda və solda yerləşən ədədlər bizdə 0-da daxil olmağına tam ədədlərdir. Düzdür? Yəni, 1-dən burada varsa, mənfi 1-də burada var. 2 varsa, mənfi 2-si də burada var. Yəni, naturalın 2-yə vuranda tamın sayı eləyəcək. Düzdür? Naturalı 2-yə vursam, tam bölənlərin sayı eləyəcək. Bunu məntiqi olaraq dərk elədim və salam. Natural bölən sayı vuraq 2 bərabərdir bizdə tam bölən sayına. Aydındır? Bax, burada da yazmışam. Natural bölən sayı vuraq 2 və salam. Yəni, bu sadədir. Bu belə. Bu belə. Aha, tam bölən sayı. Mürəkkəb bölənlərin sayı. Mürəkkəb bölənlərin sayı, bax, burada yazmışam. Bax, bu da sadə qaydadır. Bunu yadında saxlasan və salam. Natural bölənlərin sayını tapmağın qaydasını öyrəndik də, düzdür? Natural bölənlərin sayını tapmaq budur. Sadə bölən sayını, sadə bölənlə dedik, sadə vuruq sayı eyni şeydir. Tapmağı öyrəndik. Natural böləndən də sadə böləni çıxacam. Bir də çıxacam 1-i. Bax, bu 1 dedim, axı sənin başa gələcək. Bax, bu 1 həmin 1-dir, bax.
Bir dəqiqə. Bu 1 həmin 1-dir ki, deyir ki, xüsusi qaydada 1 nə sadədir, nə mürəkkəbdir. Yəni mürəkkəbi tapmaq istəyirəmsə, naturaldan sadəni çıxacam, bir də 1-i çıxacam ki, mürəkkəbi tapım. Əgər sadəni tapmaq istəyirəmsə, naturaldan mürəkkəbi çıxıb, sonra da 1-i çıxsam, sadəni tapa biləcəm. Aydındır? N-dən kiçik, N ilə qarşılıqlı sadə olanların sayını tapmaq istəyirəmsə, məsəl üçün, deyək ki, burada 180 ədədi idi, düzdür? 180 ədədi. 180 ədədi, 180-dən kiçik, 180-dən qarşılıqlı sadə. 180-i biz sadə vuruqlara ayıranda nə dedik? Dedik ki, 2 var, 3 var, 5 var, düzdürmü? Sadə vuruqlarında. Deməli, 180 ədədi, 180 vuraq, 1 minus 2-də 1 vuraq, 1 minus 3-də 1 vuraq, 1 minus 5-də 1. Məsələn, bunun hasilini tapandan sonra mən 180-dən kiçik, 180-dən qarşılıqlı sadə olan ədədlərin sayını tapacam. Aydındır. Bu belə. Çətin heç nə yoxdur ki, qeyri başa düşülməyən nəsə var, qeyri-adi nəsə. Varsa denəyin baxaq. Aha, da bu da ən çox imtahana düşən xassələrdir ki, burada yazmışam. Məsəl üçün, əbobla əkovun hasili 1 edəcək. Bunu niyə belə olduğunu gəl deyək də. Məsəl üçün, əbobla əkovun hasilini niyə belə edirik? Məsəl üçün, deyək ki, sadə bir ədədlər götürək də test hesablaması. 15 ilə deyək ki, 25, düzdür? Bunların əkovu nəyə bərabərdir? Əbobu birinci nəyə bərabərdir? 5-ə bərabərdir, düzdür? Əkovu nəyə bərabərdir? Əkovu nəyə bərabərdir? 25 ilə 15-in əkovu nəyə bərabərdir? 75-ə bərabərdir, düzdür? Aha. Bunların da hasili 5 ilə 75-in hasili ilə 15 ilə 25-in hasilinə bərabərdir. İnanmırsan hesabla bax. Aydın oldu. Bu belə. Bu belə. Bir də burada yazmışam, məsələn, verilmiş hər bir ədəd, hər birini bölən ən böyük natural ədəd. Bax, burada məsəl üçün uşaqlar çaşır. Bax, bunu da siz bir dənə əzbərləsəyiz, sadəcə olaraq nəzəri cəhətdən baxsayız, əbobun əkovunun nə olduğunu da başa düşəsiniz. Bu belə. Amma bu qaydaları uşaqlar, bax, bu qaydalar var. Bax, bu qaydalara diqqətlə fikir verin. Diqqətlə fikir verin. Əkov məsəl üçün ABC-nin hasilinin kökaltısına bərabərdir. Əbobda AB-nin ABC bir sən nədir? C burada ortaq olmayan. Məsəl üçün 15 ilə 25. Ortaq olmayan sadə vuruqlar hansılardır? Ortaq olmayan sadə vuruq 3-dür də, düzdür? Ortaq olmayan sadə vuruqların hasili 3 ilə 5-dir. 5 burada həm ortaqdır. Məsəl üçün burada səni çaşdırar da. Məsələn, 10 görə 15 ilə 5-i götürürəm ki, çaşdırmasın səni. 15-i alanda deyirəm ki, 3 ilə 5-in hasilidir, düzdür? 25-də 5 ilə 5-in hasilidir. Bax, 5 ilə 5-in hasilidir. Ortaq olan bu ikisidir. Ortaq olmayan da bax bu ikisidir. Ola bilər ha, 5 burada da var, burada da ola bilər. Fərqi yoxdur. Birinə biri uyğun gəlir. Bir dənə orada 5 varsa, bir dənə burada 5 olmalıdır. Əgər burada bir dənə 2 varsa, burada da 2 varsa, vəssalam, bu ortaqdır. Yox, əgər burada 2 varsa, burada 2 yoxdursa, bu da ortaq olmayandır. Aydındır. 3, 5, 2 ortaq olmayan olacaq. Bu belə. Yəni C ortaq olmayanlardır. Və yaxud da bu qaydanı çıxarda bilərsən ki, məsələn, əkovu bölərsən əboba, alarsan C-ni. Belə də ola bilər. Yəni sadə qaydası, məntiqi qaydası odur. Normal da, yəni riyazi qaydada budur. Bu belə. Əgər A ədədi B-yə bölünürsə, onda əbobu A-ya bərabərdir, əkovu da B-yə bərabərdir. Da bu sadə şeydir. Burada da uyğun misallar var. Bu belə. Burada da misallardır, vəssalam. Qutuların yığılma məsələsi. Mən bu suallar, məsəl üçün, belə bir sual verir ki, sizə topluda da belə bir suallar var. Bir dəqiqə. Belə bir suallar var topluda ki, məsəl üçün deyir, Həsən deyir 20 addım atır, Həsən 20 addım atır, 20 addım atır, məsəl üçün Malik atır
30 addım. Bunlar nə zaman deyə addımlar bir-birinin üstə düşəcək, üst-üstə düşəcək? Hansı məsafədə? Hə? 60 addım utanda. Ay sağ ol. Yəni ki, bu demək ki, bunların nəyi tapılacaq? Çobu tapılır. Çobu da yəni ki, ən kiçik bir məsafədə, hansı ən kiçik məsafədə addımlar üst-üstə düşəcək ki, onları da hesablaya bilirik. Aydındır. Bu belə. Bəli. Vəssalam. Yəni bu tipdən misallar düşür. İndi bir dəqiqə dedik, bu suallar burada var. Bunların izahına özünüz bir də təzədən baxarsınız. Mən hər birini izahını vermişim. Keçək PDF-dən də bir iki dənə suallara baxaq. Ki qaranlıq qalan heç nə olmur. Yaxşı. Uşaqlar, burada məsələn asan suallar heç, asan sualları məncə başa düşəsiniz. Məsələn 48-in natural bölənin sayı bu sadədir. Məsəl üçün əbobdur, əkobdur. Bunlara aid misallar izah elədik. Bunların çətin suallara baxaq. Məsələn, orta suallar məsələn 100 ilə 200 arasında yerləşən 12-yə böldükdə 5, 5-ə böldükdə qalıqda 5 alınan neçə natural ədəd var? Gəl bu sualın üstə işləyək. Bu qəşəng sualdır. Xoşuma gəldi. Yaxşı. Uşaqlar, bir dənə fikirləşin görün bu 36-cı sualda. Bir dənə fikirləşin görün siz necə edirsiniz bunu. 36-cı sualı fikirləşin. Vaxt getdi. 36-cı sual. Görsənir ekran? Bəli. Güzəlim. Hə, 36-cı sualı bir dənə hamı baxsın. Bir dəqiqə vaxt qoyum hamı baxsın. Sonra izah edərsən. Bir dəqiqə vaxtınız getdi uşaqlar. Hə uşaqlar. Yaxşı. Kim nə çaldı? Desin görüm. Kim eləyə bildi ümumiyyətcə? Güzel. Elə. 100 ilə 200 arasında yerləşən ədədlərdən 12-yə böldükdə qaldı 5 alınan ilk ədəd 113-dür. Aha. Sonuncu ədədə bir baxmalıyıq. Sonuncu ədəddəki dəqiqə neçə edir? 140, 12 oradan. Yəni ki, birinci ilə axırıncıdır. Onları bir-birindən çıxacaq. Sonra böləcək 12, üstə gələcək 1. Məsələn. Yəni ən asan qaydası budur. Yəni məsəl üçün bax belədir bax. 100, 110 dedik ki neçədir? Birinci ədəd. 113. Ay sağ ol. 113. 113. Düzdürmü? 113. Bəli. Aha. 113-dən əvvəl bölünmür. Məsələn 12-yə böləndə qalıqda 5 alınan ədəd. 101-in özü bölünməz. 101 olsa məsəl üçün, düzdürmü? 12-yə böləndə 101 də bölünür də. 12-yə bölündükcə alınır. 12-yə böləndə qalıqda 5 alınır. 96 eləyir. 101. Ən kiçik 101, ən böyük çıxacaq. Ən böyüyü də olur deməli 200, 197. 197 də ən böyüyü olur. 2 böləndə 5 alınsın. Düzdür? Aydındır bu. Bura qədər hər kəs aydındır. Bəli. Bir dənə diqqətlə fikir verin uşaqlar. Bax bir dənə bu sual Yaşar. Sən bir dənə balı apardı. Bax sadə sualdır. Sən 113-dən başlamısan. Məsələn 101-dən niyə başlamısan ki 113-dən başlayırsan? Düzdür? Bir dənə ona diqqət. Yox, o ən kiçiyindən ən böyüdən girmək lazım idi. Mən şərfən 113 çıxdım.
Hə, bildim də. Yəni onu bir dənə diqqət etmək lazımdır. Bir dənə sayı, məsələn, bir say məsələsi sənin hesablamanda məsəl üçün alınacaq 8 dənə, burada alınacaq 9 dənə. Çünki bunun 197-dən də 101-in çıxandan neçəsi qalır? Çıxacağım, böləcəm 12. Aha, çıxacağım, böləcəm 12-yə də, düzdür? Bəli, o da 58. Birini də gələcəm sonra 9 dənə. 9 dəfə. Ay sağ ol. Yəni sənin hesablamanda 8 gələcəkdir, variant səhv, amma mən bunu bilirəm. Bilirəm niyə səhv eləməliyəm ki? 1 bal, 1 bal deyə sən 4-cü qrupa gedirsən. Aydındır? Biraz diqqətli ol da. Ona görə deyirəm ki, biraz diqqətli ol. Sadəcə bir dənə diqqətli olsan vəssalam. Yəni bilirsən, məğzini başa düşürsən, sadəcə bir dənə diqqətli olmaq lazımdır. Diqqətlə artıraq da nə var ki burada? Yaxşı, belə. 6 dəqiqə işləyib. Gəl bir dənə də suala baxaq. Bir dənə də suala baxaq. Çətin suallardan da bir dənəsinə baxaq. Baxım görüm neçə sualdır burada. Elə bilirəm 80-dən olmalı. Çünki mənim PDF-im 80-dən o yana keçmir. Bu qırmızı olanları eləməyəsiniz. Bu heç 65 dənə. Bu dənə də 65 dənə sual həll edəcəksiniz. Bu qırmızılar eləməyəsiniz. Qırmızılar çox çətindir. 11-ci sinifə eləsin. 11-ci sinif burada kim varsa eləyə bilər. Problem deyil. Amma 9-cu sinifə eləməyəcək 65-ə qədər. 65-dən o yana eləməyəcək. Aydındır? 65-ə qədər nə eləyə bilirsiniz, eləyəsiniz. Daha doğrusu eləməlisiniz. 50-yə qədər rahatdır. 50-yə qədər getməlidir. 50-yə qədər hər şeyi izah eləmişəm. 50-dən o yana bir balaca məntiqi işləməsiniz və salam. Yaxşı, gəl bir dənə də çətin sualdan izah eləyək, yekunlaşdıraq. Dedik ki, gəl elə bax bu 47-ci sualı izah eləyəndə birinci verək sizə görün nətəyə baxasınız suala. 47-ci suala baxın, 1 dəqiqəniz getdi uşaqlar. Biraz uzun sualdır, ona görə dedim ki, siz baxın. 47-ci suala baxın, görək nətər həll edirsiniz. 1 dəqiqə qoymayaq, o 1 dəqiqə haqsızlıq olar da burada. Çünki elə sualı oxumaq 1 dəqiqə. 2 dəqiqə vaxtınız getdi. Amma imtahanda bu 30 saniyəlik sualdır uşaqlar. Bu onu da deyim, bilin. İmtahanda 30 saniyəlik sualdır. Bu bir dənə hamı baxsın, vaxt axtarsın. Yaxşı, 47-ci suala da baxaq. Doqquzuncu sinif buraxılış sualına düşə bilər bu. Bunu biraz genişləndirib situasiya sualı da eləmək olar. Bir balaca genişləndirib bunun situasiya sualı eləmək olar. Polnu. Çünki biraz məntiq işlədilən sualdır. Hə, uşaqlar. 30 saniyə vaxtınız qaldı. Başa düşmədim müəllim. Yaxşı. Mən də yazardım. Yaxşı. Belə. Yaxşı. Mən izah edeyim, yoxsa Yaşar sən izah edirsən? Necə istəyirsən? Yaşar izah elə görüm, mətə izah edirsən. Sən izah elə, əgər çatışma ilə olsa deyərəm. İzah elə görüm. Burada görürük ki, altıbucaqlı torpaq sahəsinin tərəfləri 24, 36, 48, 60, 72, 84-dür. Bunlar hamısı 12-12 arta gediblər. Yəni ki, burada hər birini bir-bir 12-yə bölmək elədim. 24-ü bölürəm 12-yə 2, 36-ı bölürəm 2-yə 3, 48-i bölürəm 12-yə edir 4, 60-ı bölürəm 12-yə 5, 72-i bölürəm 12-yə 6, 84-ü bölürəm 12-yə 7. Aha.
Ondan sonra bunları toplayıram. Toplayandan sonra da ki 6 bucaqlı olduğuna görə, ikinci nöqtələrində 6D olduğuna görə üstünə 6 gəlirlər. Cavab alınır. Cavab neçə alınır? Hesablamadım. Bir dəqiqə 12 bu. 2, 3, 4, 5, 6. 27 o, 6 da bu. 33 deyəsən. Yox. Bax hədə. Yanaşman qəşəngdir, amma bilsən nətə, o çatışmayan nəsə var orada. Dediyim kimi tam olaraq yanımda deyilsən, amma çatışmayan nəsə var. Mütləq ki, amma yanaşman qəşəngdir. Qəşəng məntiqim var. Bax hələ. Dirəklər arasında məsafə bütün tərəflərə tam bölünməlidir. Düzdür? Dirəklər arasında məsafə, bax məsələn 6 bucaqlı deyil də, düzdürmü? Belə bir 6 bucaqlı olsa əgər, burada qəşəng bir 6 bucaqlı çəkə bilmədik, amma nəsə belə bir şey olacaq. Düzdürmü? Belə bir 6 bucaqlı olsa, yəni buradan bura məsafə, buradan bura məsafə, buradan bura belə ki, buradakı bütün məsafələr bir-birinə bərabər olmalıdır. Əgər düzgün 6 bucaqlı, əslində burada elə düzgün 6 bucaqlı keçir. Burada məsələn çox bucaqlılar keçəndə inşallah biləsiniz ki, düzgün 6 bucaqlı nə deməkdir, düzgün 5 bucaqlı nə deməkdir. İndidən deyim, yadınızda saxlayın. Məsələn, düzgün 4 bucaqlı belə desə, düzgün 4 bucaqlı deyəndə bütün tərəfləri bir-birinə bərabər olmalıdır. Düzgün 3 bucaqlı desə, bütün tərəfləri bir-birinə bərabər olmalıdır. Düzgün 5 bucaqlı desə, 8 bucaqlı desə, düzgün adını eşitdinsə, bütün tərəflər bir-birinə bərabər olmalıdır. Yəni, bunu bir dəfəlik yazı saxlayın, yaxşı. Düzgün adı eşitdinsə, bütün tərəflər bir-birinə bərabər olmalıdır. Nəysə, bu belə. Bununla bir notaya bölmək lazım idi. Yox. Bax, məsəl üçün, 24 ilə, düzü 36-dır. 24 ilə 36-ın əkobu nədir? Əbobu nədir? Əbəbi 12. Ayso. 12 ilə 48-in də, 12 ilə 60-ın da, 12 ilə 72-in də, 84-ün də hamısının əbobu 12-də, düzdür? Demək, dirəklər arasında məsafə nə qədərdir? 12. Ayso. Dirəklər arası məsafə 12-dir. Perimetr nəyə bərabərdir? Perimetrdəki hamısının cəmiyyətdə deməli 36, 24 elədi. 48 o da 60, 324. Düzdür? Bəli, bəli. Aha, 324. Dirəklər arası məsafə 12, yəni ki 12 metrdən 1 basırılacaq, düzdür? Bəli. Aha, 12 metrdən 1. Neçədən eləyəcək? 324 12-yə böləsən vəssalam. Bəli. Aha, aydındır. Burada da cavab alınacaq 27. Aydın olmayan nəsə var? Çətin. Aydın olmayan nəsə var? Uşaqlar. Kimsə nəyə başa düşməlisə desin. Əsas 9-cu sinifə. Nəyə başa düşməliyik? Aydındır mənim. Yaşar, başa düşdün sən? Bəli, bəli. Burada baxım kim var bir də. Amin. Amin, başa düşdün? Bəli, mən başa düşdüm. Aha. Çətin olan heç nə yoxdur ki, uşaqlar. Sadəcə olaraq bir balaca məntiq işlətmək lazımdır. Dediyim kimi, ola bilər ki, sualı vaxt aparan kimi görsənsin. Amma suala yaxınlaşmamışsan əvvəl bir baxın, görün. Söhbət nədən gedir? Bunu həyati bir problemə çevirin də. Məsəl üçün, 6 bucaqlı şəklində torpaq sahəsi. Bir dənə torpaq sahəm var. Belə fikirləş. Mən suala yanaşanda belə yanaşıram. Bir dənə 6 bucaqlı torpaq sahəm var. Gözümdə 6 bucaqlını canlandırdım. Təpə nöqtələrini qeyd elədim. Məsəl üçün, künclərini qeyd elədim. Hər tərəfdə bir dənə dirək basdıracağam, neyniyəcəm. Bunların hamısını beynimdə toparlayandan sonra başlayıram misalı həll eləməyə. Ki, o torpaq sahəsinin ortasında mən durmuşam, müəyyən qədər dirək gətirmişəm özümə. Bunları nə tərəf böləcəm və salam. Budur da yəni. Başqa heç nə yoxdur. Sadəcə olaraq həyati bir problemə çevirsən, gözü qabağını canlandırsan, sadəyim ki, heç canlandırmaq 30 saniyə, misal eləmək sənin, necə deyim, sürətindən asılıdır. Bir 15-30 saniyə lap olsun, patoloq sualı eləyərsən sən 2 dəqiqə. Patoloq sualı eləyərsən 2 dəqiqə. Yəni, o yəni keçməz. Belə suallardakı bu PDF-də en qədərdir. Yəni, bunu qutarandan sonra inşallah sizə bir opşi 150 suallıq da PDF atacağım. Bütün natural ədədlər, bütün düşə biləcək çətin suallar. Onunla da həll edəcəksiniz. Natural ədədlərdə problem qalmayacaq. Birinci hissə, yəni bu toplu birinci hissə var. Birinci hissə